yaddaş çempionatında biz nə eləyiriksə, siz onu görmürsünüz. İzləyici üçün maraqsızdır. Deyək ki, şahmatla bəlkə də eyni səviyyədə, hətta ondan da çətin yarışdı ehtimal ki. Amma şahmatda siz kənardan baxırsınız, hətta maraqsız olsa belə nə baş verdiyini görə bilirsiniz. Görürsünüz ki, yəni, Magnus Carlsen fikirləşir, sonra bir gediş edir. Amma bizdə onu görəmirsiniz. Bizdə nə varsa buradadır. Ona görə sponsorlar üçün cəlbedici deyil, çünki tamaşaçı kütləsi yoxdur. Tamaşaçı baxmır oyuna. Tamaşaçı ancaq nəticəni görür, bir də ki, intervyu alanda bilir ki, nə baş verir. Sponsor da pul qoymur deyə media da gəlmir, az gəlir. O bizim bildiyimiz yarışlarda da deyək ki, həmişə öyrədirlər. Tutaq ki, məsələn, soyuducunu açırlar, sonra bağlıdırlar, nə hansı məhsullar var idi, harda. Yəni o tipdə oyun yoxsa riyazi bir oyunlardır bu. Xeyr, məqsədli yadda saxlamalıdır. Məqsədli yadda saxlamalıdır. Deyək ki, neçə min rəqəm verir, sırayla yadda saxlamalısan. Neçə üz verir. Deyək ki, onu 150 üz və ad verir. Dünyanın müxtəlif ölkələri, nə bilim, Polşa adı, hamısı samitləri demək olar ki. Elə yadda saxlayırsan. Ya 600-700 şəkil verir, sırayla yadda saxlamalı yerinə qoymalısan. 0 və 1 rəqəmlərini qarışdırır. 7000 ədəd. 0 1 1 1 0 qarışdırır. Sırayla görməlisən. Yəni məqsədli yadda saxlayıram. Bəlkə siz məndən soruşursunuz ki, Orxan gözü yumaz, burada nə var idi? Yəni o çekist yaddaşı deyil də. Hə, başa düşdüm. Onun üzərinə işləmək olar, amma o cılız qalar da yarışın o cür çətin məqamları qarşısında.